Ustad Barışmazın çağırılmamış qonaqlara yazdığı mürəttəmədə bir mətləbi oxuyurdum. Mənə çox ləzzət verdi ki, o zaman bu Azərbaycanlar ki ayrılır da, biləxərə Rusiya o Nəngin əhdinamə ilə ayrılır. Bilirsiniz daha, birdən ağa qalıb o tayda, xanım qalıb bu tayda, qardaş, bacı filan. Burası çox əcibdir. Hər kim Arazdan keçsəymiş, Arazı rədd olsaymış, onun potunun, bu xanımların sinəsi, süt verən zaman sinəsi gələr, funət elər filan. O potunu vuranda vurarmışlar onun sinəsinə və toxtadarmış. Və boğaz ağrıyana Arazdan keçən Səhəndin öz şeirində var elə. Araz şeirindədir elə bax. Boğaz Arazı atlayan onun boğazın pərpiləyəndə toxtarmış. Gedir o ağır nisgillərə, o ağır həsrətə ki, ayrılığın, həsrətin ki, nə cür deyim, Arazı o taya keçən bacı qardaşlarla görüşənlərin başmağının tozu dərman olur. Təbabət eləyir, dərdi toxtadır. Bu ayrılıq dərdidir ha. Elə o bayaq Ustad Barışmazın o yazısını ərz elədim ki, Arazdan keçənin başmağını vurarmışlar xanımların döşü gələndə, gəlmə istilahı işlədirlər Azərbaycanda. Onu toxtadarmış. Bunu Səhənd də burada işlədir. Bunda bu deyir, boğaza hərflərdir də, sığardır. Bu Araz şeirin Zindanda yazıb, Zindan. Arazla xatirə poemasını Səhənd o 5 il iki zindandaymış. Bu iki poemanı o zaman rəhmətli, mən çox adını eşitmişdim. Səhəndin asarında gələrdi da bizim cavanlığımızda. Sonra rəhmətli Fərzanədən soruşdum, dedi, hə, məndə var. Və sonra çap oldu, filan oldu ki, indi burada da gözümüzün qabağında. Mən Arazın adıyla çox zamandır tanışam. Ən kiçik yaşlarımdan onu romanlamışam. Qoca babam nə vaxt ki, boğazım ağrıyardı, Araz geçmişəm deyə boğazımı sığardı. Soruşardım, ay baba, Araz nədir geçmisən? Nə kimi şeydir ki o, nə kimi şeydir o ki, suyundan da içmisən? Sualımdan babamın yaşarardı gözləri, üzünün çinlərində gizlənərdi kədəri. Üzümə məyus baxıb deməzdi bir söz. Görərdim ancaq olub onun tükləri biz. Sonra da qardaşımın adın qoydular Araz. Lakin onda da mənə aydınlaşmadı bu raz. Ancaq Araz beşikdə yatıb yırğanan zaman bu sözləri dinlərdim anamın laylasından. Arazı ayırdılar, qumulan doyurdular. Mən səndən ayrılmazdı, zülmlə ayırdılar. Da uzun poemadır, fəqət əlləriniz ayırmasınız. Çox yoruldu. Çox sağ olun. Rəhmətli Bulud Qaraçorlunun Səməd Behrənginin ölümünə görə yazdığı şeir. Qurbanımı qəbul elə, Araz. Səməd, nə yazım Səməd? Qənli xərmənimin yanmasın yazın. Sərin su küzəmin calanmasın yazın. Dağlı sinəmin
alovlanmasın yazın. Mən sənin nə yazım Səməd? Həsrətimi kim yaxacaq? Göz yaşıma kim baxacaq? Araz yenə də axacaq Səməd. Kimi çağırım, nə qədər bağırım Səməd. Söylə mənə, söylə Araz, nədən bizlə oldun böylə Araz? Kəsdin iki qardaşın arasın, aldın muğanın sarasın, boğdun elimin dəyərli balasın. Bəsdir, bəsdir, qurbanımı qəbul elə Araz.